Qadın emosionaldır. O hüquq üçün necə işləyər? Qadınlar ağır iş şəraitinə heç 3 gün belə dözməzlər. Nə? Hüquq mühafizə orqanlarında qadın rəhbər? Hə, Yox, bir dəqiqə. Bu səslər sadəcə küydür. Qadın anadır, bacıdır, amma həm də prokuror və müstəntiqdir. Yəni qadının sözü həm nəvazişdir, həm də qanun. Bəs sözü ədalət olan, baş vermiş qanunsuzluğun ortaya çıxması üçün çalışan ədalət xidmətçilərinin nə qədəri qadındır? 524. Bu sadəcə rəqəm deyil, prokurorluq orqanlarındakı zərif gücümüzün rəqəmlə ifadəsidir. 2025-ci il mart ayına olan statistikaya görə 2306 işçinin 524-ünü, yəni 22,7%-ni qadınlar təşkil edir. Biraz daha konkretləşdirək, 1310 prokurorluq işçisinin 127-si qadındır. Rəhbər vəzifədə işləyən 12 qadın işçidən biri idarə rəisi, 5-i idarə rəisinin müavini, biri şöbə rəisi, 4-ü rayon prokuroru, biri isə rayon prokurorunun müavini vəzifəsində işləyir. Təkcə 2020-2025-ci illərdə müsabiqələr nəticəsində işə götürülən qadın işçilərin sayı özündən əvvəlki 17 ili üstələyir. Bu da Azərbaycan cəmiyyətində qadınların roluna dair bütün reallığı faktlarla, rəqəmlərlə ortaya qoyur. Bəs özü bir çox sahəyə ilham olan qadının ədalətin bərpasında, mühakiməsində özünün ilhamı nədir? Ümumiyyətlə, mən hələ Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmamışdan əvvəl hüquq mühafizə orqanlarında işləyən yaxınlarımla ünsiyyətdə olarkən, onlar ümumiyyətlə mənim bu orqanın xidmətindən, istintaqın aparmağın maraqlı cəhətləri barədə məni məlumatlandırmışdılar və mən də dedim ki, niyə də ki olması, həm də gələcək fəaliyyətimdə də məhz bu istintaqa, məhz bu orqanda işləmək üçün də həvəsləndim və özümə qarşıma məqsəd qoyaraq da nail olmuşam. Prokurorluq orqanlarında işləmək istəyimin əsas səbəbi qanun ayrılığını təmin edərək cəmiyyətə fayda verməkdir. Bu sahədə həm hüquq sahəsində, həm də ədalətin bərqərar olmasına töhfə vermək istəyim məni bu istiqamətdə daha da ruhlandırıb. Ümumiyyətlə, prokurorluq vəzifəsi yüksək məsuliyyət tələb edir. Bu sahədə işləmək mənə həm peşəkar, həm də şəxsi inkişaf üçün geniş imkanlar yaradır. Prokurorluq orqanlarının fəaliyyəti hər zaman mənə maraqlı gəlirdi. Onların cinayətkarlıqla mübarizəsini kənardan müşahidə edirdim və bu məndə heyranlıq hissi yaradırdı. Buna görə də özümü sınamaq qərarına gəldim. Yoxladım özümü və obyektiv və şəffaf şəkildə keçirilmiş imtahanlarda uğur qazandım. Mən hüquqşünas ailəsində böyümüşəm. Atamın peşəsi və daim nəzər saldığım hüquqi kitablar və jurnallar hüquqşünas olmağıma vəsilə oldu. Azərbaycan prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması prokurorluq orqanlarında işləmək üçün mənə motivasiya oldu. Qadına alda yaraşar, şalda. Bu deyimi qadına müstəntiq forması da yaraşar, prokuror da olaraq dəyişsək, tam da yerinə düşər. Məhz bu xidməti formalarda ədalət üçün işləməyin fərqli cəhətlərini isə xanımlar belə təsvir edir. Qadınlar təkcə zərifliyi ilə deyil, hər bir detala düşüncəli, təmkinli yanaşması ilə daha çox fəaliyyətlərində üstünlük əldə edirlər ki, düşünürəm ki, bu orqanda, nəinki bu prokurorluq orqanlarında, digər orqanlarda da kişi və qadın cinsinə bölmək deyil, əsasən bacarığa, təmkinliyə, peşə və nəzəri biliklərə üstünlük verilməlidir ki, vəzifə səlahiyyətlərinin yerinə yetirilən zaman cinsə deyil, biliyə, zəkaya üstünlük verilməlidir. Ümumiyyətlə, prokurorluq orqanlarında çalışmaq bir şərəfdir və bu sahədə qadın olaraq çalışmaq, həmçinin kişi həmkarlarla aramızda heç bir ayrı-seçkiliyin olmaması müsbət bir haldır. İş prosesində kişi və qadınlar arasında fundamental fərq yoxdur. Peşəkarlıq və məsuliyyət əsas meyillərdir. Qadınlarda bu sahədə iştiraki ədalət sisteminə fərqli bir yanaşma gətirir. Kişi həmkarların fiziki gücü və taktik bacarıqları, qadın əməkdaşların isə detallara diqqəti və analitik düşüncəsi birlikdə daha güclü hüquq mühafizə sistemi formalaşdırır. Həmçinin qadınların səbirli yanaşması və detallara daha həssas yanaşması bu sahədə ciddi üstünlükdür. Tariximizə nəzər salsaq görərik ki, Azərbaycan kişilər hər zaman xanımlara dəstək olurlar. Kollektivimizin bütün kişi əməkdaşları tərəfindən bu diqqəti və qayğını mən də üzərimdə
hiss edirəm. Düzdür, iş baxımından kişi və qadına fərq qoyulmur, gen də bərabərliyi gözlənilir. Lakin düşünürəm ki, hər hansı məsələyə tək kişi mövqeyi ilə deyil, eyni zamanda qadın baxışı ilə də qiymət verilsə daha effektiv olar. Xədicə, Gülşən, Nəzrin, Zəhra xanım, Gülüş, Gülər kimi xanımların iş yeri fərqli mühitdədir. Onlar dövlət üçün, prokurorluq üçün və ən nəhayətində ədalət üçün çətin relyefdə olan ərazilərdə, dağda, ucqar kəndlərdə, hətta bəzi hallarda hələ bərpanın getdiyi yerlərdə işləyirlər. İşlədiyim ərazinin iqlimi və relyefi müəyyən istintaq hərəkətlərinin keçirilməsi üçün çətinlik yaratsa da, bu şəraitin özünə məxsusluğu digər ərazilərlə müqayisədə daha fərqli istintaq təcrübəsinin formalaşmasına imkan verir. Hesab edirəm ki, bu çətinlik kimi görünsə də mənim üçün üstünlükdür. Əlavə olaraq deyə bilərəm ki, belə bir rayonda işləmək onun təbiətini daha yaxından öyrənməyimə və dünya görüşümün formalaşmasına müsbət təsir göstərir. İnsanların pozulmuş hüquqlarının bərpa olunmasında iştirak etmək mənim üçün çox şərəflidir və bu peşəmin ən özəl tərəflərindən biridir. Belə deyim ki, bu qanunvericiliklə də ümumiyyətlə hər hansı bir üstünlük nəzərdə tutulmuyor. Ancaq qeyd edə bilərəm ki, həm mənim üçün, həm də digər həmkarlarım üçün 30 ilə yaxın bir müddətdə işğal altında olmuş və cənab Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı müzəffər ordumuz tərəfindən işğaldan azad olmuş ərazilərdə işləmək mənim üçün qürurverici hissi və bir Qarabağlı olaraq da deyə bilərəm ki, mən bununla fəxr edirəm. Azad olunmuş ərazilərdə xidmət etmək həm qürurverici, həm də çətin bir vəzifədir. Bir tərəfdən bu torpaqlarda hüquq institutunun yenidən qurulmasında iştirak etmək, insanlara xidmət göstərmək mühüm bir missiyadır. Digər tərəfdən də infrastrukturun tam bərpa olunmaması kimi çətinliklər vardır. Lakin bunlar müvəqqətidir və bizim əsas məqsədimiz qanun nailiyyini təmin etməkdir. Bütün çətinliklərə baxmayaraq işğaldan azad olunmuş torpaqlarda xidmət etmək qürur mənbəyidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2024-cü il tarixli sərəncamı ilə Xankəndi şəhər prokurorluğu təsis edilmişdir. Mən 13 yanvar 2025-ci il tarixdə Xankəndi şəhər prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmişəm. Bildiyimiz kimi bütün dünyanın gözü Qarabağdadır. Buna görə də Xankəndi şəhərində qulluq keçmək həm böyük məsuliyyət, həm də şərəfdir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən rayon şəhər prokurorluqlarında göstərilən diqqət və qayğı sayəsində xidmət vəzifələrimizin yerinə yetirilməsində eyni zamanda məişət şəraiti ilə bağlı hər hansı çətinliklərlə qarşılaşmamışam. Dövlət üçün işləmək ən ali səviyyədir. Amma qarşılaşılan cinayətlər, situasiyalar nəinki bir qadının, heç bir kişinin belə başa çıxmayacağı vəziyyəti yarada bilər. Bu halda isə prokurorluq orqanlarının ortaya qoyduğu iş yalnız və yalnız peşəyə sevgi ilə yanaşma nəticəsində tam və hərtərəfli olur. Sevdiyim tərəf ədalətin bərqərar olunmasına töhfə verməkdir. Hər bir doğru qərar cəmiyyət üçün müsbət bir nəticədir. Hər bir peşənin müsbət cəhətləri olduğu kimi çətin tərəfləri də vardır ki, ağır və xüsusilə ağır cinayətlər zamanı emosional duyğulara şahid oluram ki, həmin duyğuları maksimum cilovlamağa çalışıram. İşimin ən sevdiyim tərəfi maraqlı və dinamik iş mühitinin araşdırma və analiz tələbinin mövcudluğudur. Belə ki, cinayət işlərini araşdırmaq, sübutları analiz etmək, qərarlar qəbul etmək intellektual cəhətdən maraqlı bir prosesdir. Çətinlik isə məsuliyyətinin ağırlığı ilə əlaqədardır. Çünki qəbul edilən qərarlar birbaşa insanın həyatları ilə bağlı olduğundan və onların həyatına təsir etdiyindən hər zaman daha diqqətli olmaq zəruridir. Hər bir uğurlu kişinin arxasında qadın var deyirlər. Bəs bacarıqlı və uğurlu qadının yanında kimlər var? Peşə ümumiyyətlə elə bildik ki, yəni tək başına icra edilən bir iş deyil. Ən böyük dəstəkim həmkarlarımdan və ailəmdən irəli gəlir. Bu işdə komanda işi və qarşılıqlı dəstək də çox vacibdir. Həmçinin ailəm mənim bu peşədə çalışmağımı hər zaman anlayışla qarşılayıb və mənə mənəvi güc verib. Bu dəstək olmasa çətin vəziyyətlərdə dayanıqlı qalmaq mümkün olmaz. Müstəntiq kimi çətin və şərəfli bir peşənin öhdəsindən gəlmək çətin məsələdir, asan deyil heç də. Lakin mən hər zaman ailə üzvlərimin, xüsusən anamın, bundan başqa xidmət etdiyim kollektivin dəstəyini, qayğısını öz üzərimdə hiss edirəm. Bu baxımdan da düşünürəm ki, gələcəkdə də istənilən çətinin öhdəsindən layiqincə gəlməyi bacaracağam. Fikrimcə, işdə uğur qazanmağa təsir göstərən
vacib faktorlardan biri ailə üzvlərinin və iş yoldaşlarının dəstəyidir. Məhz mən də ailə üzvlərimin və iş yoldaşlarımın dəstəyi ilə prokurorluğun fəaliyyətini hər gün daha yaxşı mənimsəyirəm. İlk öncə prosessual rəhbərliyi həyata keçirən prokuror, həmçinin iş kollektivi və prokurorluq orqanlarında çalışan və daha təcrübəli olan digər əməkdaşlardır. Ailəm və yaxın dostlarım da onlarla kömək edir. Gələcəyin formalaşmasında qadının ana kimi, müəllim kimi, ədalət işçisi kimi rolu əvəz edilməzdir. Prokurorluq orqanlarının işçiləri ədalət naminə gələcəyimizə miras qoyurlar. Prokurorluq orqanlarında şəffaf prosedur əsasında müsabiqə keçirilir və bu müsabiqə nəticəsində yüksək mənəvi keyfiyyətləri yüksək olan gənclərimizin, gənc hüquqşünaslarımızın elə bir qismində qadınlar təşkil edir. Sonra deyə bilərəm ki, məsəl üçün qanunvericilikdə də bizim vəzifələrimiz, səlahiyyətlərimiz də vardır ki, biz bunları müstəqil şəkildə tam icradan edə bilirik. Yəni bizim üçün bu tam şəraitdə yaradılmışdır. Hal-hazırda prokurorluqda gender bərabərliyi siyasəti ön plandadır və kadrların komplektləşdirilməsində gender bərabərliyinə xüsusi əhəmiyyət verilir. Mən inanıram ki, gələcəkdə qadınlar daha yüksək vəzifələrdə və daha çoxlu təşkil edəcəkdir. Günümüzdə qlobal siyasi nizamda artıq ədalət anlayışının güclə əvəzləndiyi bir vaxtda Azərbaycan reallığı gələcəyə inam üçün bir ümid işığıdır. Ədaləti özü təmin edən ölkənin ədalət, qanun işçiləri arasında zərif gücümüzün daha da artması ümidi ilə gələcəyə inamla baxmalıyıq. Axı dünyanı gözəllik xilas edəcək.